Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Sənəti qorumaq lazım. Mənə yazmır. Yolda bəzi kazuslar baş verdi. Telefon yolda qırıldı. İndi mən düşmüşəm bayra, mən taksini tapa bilmirəm. Mən telefon almıram. Həmişə hədiyyədir. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Samir Cavadzadə sükutu pozdu. Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Samir öyüd nəsihət verdi. İncə sənəti qorumaq lazımdır. Cavadzadəni kim narahat edir? Bugün mənə yazmır. Müğənninin başına nə gəlib? Yolda bəzi kazuslar baş verdi. Efirlərdə çox az görünən müğənni Samir Cavadzadəni nəhayət ki, Maqazin Plus tapıb üzə çıxar. Elə kameramızı görər-görməz giləy güzar etdi. Yolda bəzi kazuslar baş verdi. Onun üçün. Xaza düşdü. Yox, tıxacdan Tıxaca nə gəldi? Bugün tıxaclar. Heç nə, telefon düşdü. Mən də taksi sifariş vermişdim. Rahat gəlim. Qırıldı telefonunuz. Hə, telefon yolda qırıldı. İndi mən düşmüşəm bayra, mən taksini tapa bilmirəm. Gözə nəzərə mi gəlmisən sualına isə Samir bu cür don geyindirdi. Yox, bilmirəm nədir. Mən inanmıram. Nə bilim. Telefon süzdədir. Yox, telefon oradadır. O artıq işləmir. Bugün mənə Nə yaz ziyana düşdü? bilmirəm ki. Bugün mənə yazmır. Mən telefon almıram. Həmişə hədiyyədir. Hədiyyədən bol olan Samir telefonunun qırılmasından heç də nigaran deyil. Telefonlar hədiyyədir. Bu günə qədər ancaq hədiyyə alırsınız telefonu. Kim hədiyyə eləyir o telefonları sizə? Öyle yaxın dostlarım. Görürlər telefon nəsə köhnəlib xarab olub tez təzəsini göndərirlər. Çox maraqlıdır. Telefon baxımından hədiyyə olunursa demək ki şanslısınız. Çünki 3000, 4000, 5000 kim verər o telefonalar, amma demək ki sizi çox istəyirlər. Yox, mənim dostlarım heç qoyar ki mən telefonsuz qalam. Bəs dostlarınız sizi niyə bax uzaqlaşmısınız show biznesdən? Çox nadir hallarda tədbirlərdə Show görürsünüz. biznes dostları təkcə deyil ki. Başqa sahənin dostları. Başqa sahənin dostları var. Təbii ki, mənim başqa sahə dostlarım var. Mən onlarla dostluq edirəm. Belə mən show biznesdə çox görsənirəm. Niyə görsəmiz? Bax elə bu sualı verin. Niyə yoxsunuz bu show biznes cəmiyyətində? Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Soyxana olduğu üçünmü uzaqlaşmısınız? Belə bilirsiniz, hər şeyi, bütün hər şeyi bilirsiniz necə deyəcəm. Fərqi yoxdur. İnsanlar əziyyət çəkir, gəlir o pikə çatır, adlar alır, hər bir şey. Amma fərqi yoxdur. Bunun işi yenə də gəlib fırlanır, toya bağlanır. Bu hardasa qıraqdan baxanda, yəni biraz acınacaqlıdır. İnsanlar var ki, bunlar klassik ifaçılar idi. Həyatı boyu toy bayraqda düşünmürdülər. Amma indi məcburən getməlidirlər, işləməlidirlər, para qazanmalıdırlar. Onun üçün yəni hər şey ora yönəlir. Biraz bax bu qıraqdan mən düz deyirəm. Qıraqdan bu çox acınacaqlı görsənir. Başa düşürəm, puldur, qazancdır, hər kəs qazanmalıdır, bu gözəldir, nə bilim. Amma inkişaf həm buradan biraz da başqa cür olmalıydı. Geceler dedi ki seni nece anlattığını, yuxuna haram qattığını de ona, de ona. Ürəyim dedi ki bilə bilə məni qırdığını, gülə gülə yerə vurulduğunu de ona. Cavadzadə sənəti qorumağın yollarını açıqladı. Ümumiyyətlə incəsənət və mədəniyyətin onu tam başqa cür, yəni efirlərdə falan başa düşürəm ki, zamanə başqadır, indi sosial şəbəkə böyük rol oynayır. Bunların hamısını anladım. Amma mədəniyyəti həmişə incəsənəti qorumaq lazımdır. Bax, bunu mütləq etmək lazımdır. Fərqi yoxdur ki, mən yoxam bu sahədə, başqa insanlar. Mütləq qorumaq lazımdır incəsənəti. Onu qoruyub saxlamaq lazımdır. Bir-birinə o bazarı incəsənətə qarışdırmaq düzgün deyil. Samir hardan qazanır pulu? Hamımız oradan qazanır, hardan qazanır. Gedirsiniz toya. Hə, baxır düzdür məclislərə, hər məclisə də yox, amma gedirəm təbii. Seçirsiniz yəni, seçirsiniz. Hə, Nə qədər məbləğə gedirsiniz toya? gəlin onu eləməyək mənlə. Niyə, səbəb nədir? Yox, mən bilirsiniz heç vaxt sənəti pulla hesablamamışam. Ona görə də onu heç mən danışmıram. Ətrafımda insanlar var, onu danışırlar.
Mən ümumiyyətlə bu barədə danışmaq istəyirəm. Bu mövzudur. Evdir, maşındır, puldur, nə qədər qazancdır falan. Bu mövzular məndən həmişə qoy uzaq olsun. Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Sənəti qorumaq lazımdır. Mənə yazmır. Yolda bəzi kazuslar baş verdi. Telefon yolda qırıldı. İndi mən düşmüşəm bayra, mən taksini ala bilmirəm. Mən telefon almıram. Həmişə hədiyyədir. Samir Cavadzadə sükutu pozdu. Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Samir öyüd nəsihət verdi. İncəsənəti qorumaq lazımdır. Cavadzadəni kim narahat edir? Bugün mənə yazmır. Müğənninin başına nə gəlib? Yolda bəzi kazuslar baş verdi. Efirlərdə çox az görünən müğənni Samir Cavadzadəni nəhayət ki Maqazin Plus tapıb üzə çıxartdı. Elə kameramızı görər-görməz giley güzar etdi. Yolda bəzi kazuslar baş verdi. Onun üçün. Xaza düşdü. Yox, tıxacdan Tıxaca nə gəldi? Bugün tıxaclar, heç nə, telefon düşdü. Mən də taksi sifariş vermişdim ki, rahat gəlim. Qırıldı telefonun. Hə, telefon yolda qırıldı. İndi mən düşmüşəm bayra, mən taksini ala bilmirəm. Gözə nəzərəmi gəlmisən sualına isə Samir bu cür don geyindirdi. Yox, bilmirəm nədir, mən inanmıram. Nə bilim. Telefon süzdədindir. Yox, telefon ordadır. O artıq işləmir. Bugün mənə Nə yaz. ziyana düşdü. Bilmirəm ki. Bugün mənə yazmır. Mən telefon almıram. Həmişə hədiyyədir. Hədiyyədən bol olan Samir telefonunun qırılmasından heç də nigaran deyil. Telefonlar hədiyyədir. Bu günə qədər ancaq hədiyyə alırsınız telefonu. Kim hədiyyə eləyir o telefonları sizə? Öyle yaxın dostlarım. Görürlər telefon nəsə köhnəlib xarab olub tez təzəsini göndərirlər. Çox maraqlıdır. Telefon baxımından hədiyyə olunursa demək ki şanslısınız. Çünki 3000, 4000, 5000 kim verər o telefonu alar, amma demək ki sizi çox istəyirlər. Yox, mənim dostlarım heç qoyar ki, mən telefonsuz qalam. Bəs dostlarınız sizi niyə bax uzaqlaşmısınız show biznesdən? Çox nadir hallarda tədbirlərdə görürsünüz. Biznes dostları təkcə deyil ki. Başqa sahənin dostları. Başqa sahənin dostları var. Təbii ki, mənim başqa sahə dostlarım var. Mən onlarla dostluq edirəm. Belə mən show biznesdə görə çox görsənirəm. Niyə görsəmiz? Bax elə bu sualı verin. Niyə yoxsuz bu show biznes cəmiyyətində? Deməzdim, bizdə böyük bir show biznes var. Toy bazarı. Soyxana olduğu üçünmü uzaqlaşmısınız? Belə bilirsiniz, hər şeyi, bütün hər şeyi bilirsiniz necə deyəcəm. Fərqi yoxdur. İnsanlar əziyyət çəkir, gəlir o pikə çatır. Adlar alır, hər bir şey. Amma fərqi yoxdur. Bunun işi yenə də gəlib fırlanır, toya bağlanır. Bu hardasa qıraqdan baxanda, yəni biraz acınacaqlıdır. İnsanlar var ki, bunlar klassik ifaçılar idi. Həyatı boyu toy bayraqda düşünmürdülər. Amma indi məcburən getməlidirlər, işləməlidirlər, para qazanmalıdırlar. Onun üçün yəni hər şey ora yönəlir. Biraz bax bu qıraqdan mən düz deyirəm. Qıraqdan bu çox acınacaqlı görsənir. Başa düşürəm, puldur, qazancdır, hər kəs qazanmalıdır, bu gözəldir, nə bilim. Amma inkişaf həm buradan biraz da başqa cür olmalıydı. Geceler dedi ki seni nece ağlattığını, yuxuna haram qattığını de ona, de ona. Ürəyim dedi ki bilə bilə məni qırdığını, gülə gülə yerə vurduğunu de ona. Cavadzadə sənəti qorumağın yollarını açıqladı. Ümumiyyətlə incəsənət və mədəniyyətin onu tam başqa cür, yəni efirlərdə falan başa düşürəm ki, zamanə başqadır, indi sosial şəbəkə böyük rol oynayır. Bunların hamısını anladım. Amma mədəniyyəti həmişə incəsənəti qorumaq lazımdır. Bax, bunu mütləq etmək lazımdır. Fərqi yoxdur ki, mən yoxam bu sahədə, başqa insanlar. Mütləq qorumaq lazımdır incəsənəti. Onu qoruyub saxlamaq lazımdır. Bir-birinə o bazarı incəsənətə qarışdırmaq düzgün deyil. Samir hardan qazanır pulu? Hamımız oradan qazanır, hardan qazanır. Gedirsiniz toya? Hə, baxır düzdür məclislərə, hər məclisə də yox, amma gedirəm təbii. Seçirsiniz yəni, seçirsiniz. Hə, Nə qədər məbləğə gedirsiniz toya? gəlin onu eləməyək mənlə. Niyə, səbəb nədir? Yoxsa? Yox, mən bilirsiniz heç vaxt sənəti pulla hesablamamışam. Ona görə də
Onu heç mən danışmıram. Ətrafımda insanlar var, onu danışırlar. Mən ümumiyyətlə bu barədə danışmaq istəyirəm. Bu mövzudur. Evdir, maşındır, puldur, nə qədər qazancdır falan. Bu mövzular məndən həmişə qoy uzaq olsun.